Salam dostlar, xoş gördük hər birinizi. Necəsiz? İnşallah ki, yaxşısınız. Mən də şükür Allaha yaxşıyam. Yeni bir video çəkirəm sizə. Siz də bəyənib abunə olmağı kanalıma unutmayın. Bu hissəni göstərim sizə. Burada mənim belə sukulentlərdir, kaktuslardır. Bu gülləri yığmışam bu pəncərəyə. Burada məndə belə bir kaktus var. 2 qabda var məndə. Birin çöldədir. Bir də burada içəridə. Sonra belə bir sukulent növüm var. Bunu mən çox bəyənirəm. Bundan da yenə 2 dənədir. Biri belə qəşəng formadadır. Amma biri orada sukulentlərin yanındadır. Biraz inkişafı zəifdir. Sonra belə bir kaktusum var. Buna mavi kaktus deyirlər. Sonra belə bir atlas çiçəyim var. Düzdür, bunu mən hələ çiçəyin görməmişəm. Qabını da yeni dəyişdim. Belə bir budaq belə gedirdi aşağı. Mən onu 3 dənə eləyib belə əkdim. Sonra belə bir ilan kaktusum var. Bu kaktusu mən heç vaxt bitirə bilmirəm. Nədirsə biraz böyüyür, sonra solur gedir. İndi yeni əkmişəm, görək necə olur. Bu jelibondur. Bunu mən göstərmişdim sizə. Sonra burada belə bir qarışıq əkmişəm. Türklər buna Arap saçı deyir. Sonra belə bir kedi patisi sukulent növü var məndə. Sonra burada qarışıq bir şeylər var. Belə sukulentlər var. Yenə burada bir qabım da belə qarışıqdır. Bunlar mənim yerim olmadığına görə belə qarışıq qablarda əkmişəm ki, yer az tutsun. Burada da belə bir sukulentim var. Bu qab hamısı sukulentdir və bunlar çox fərqli sortlardır. Bunları mən bir xanımdan almışdım. Çox sağ olsun, üstündə mənə hədiyyələr də qoymuşdu. Baxın, yaxından göstərəcəm sizə bunları. Burada da jelibon var. Belə bir formadadır. Sonra buradakı kaktusları göstərmişdim sizə yəqin ki. Bunu da qabın yeni dəyişdim. Əkmişəm bura. Sonra belə bir kaktusum da var. Fərqli bir kaktusdur. O təsbih gülümdür. Orada qabın dəyişib qoymuşam. Sonra yenə belə bir sukulentlərim var. Baxın. İndi qış olduğuna görə bunlarda biraz zəifdir inkişaf. Yəqin ki, havalar biraz yaz olanda, nə bilim, biraz dəyişəndə çölə qoyacam onları. Orada daha çox böyüyəcəklər. Sonra belə bir, buna türklər yaqut kolyesi deyir. Var məndə. Bunun qabını dəyişmək istədim. Sonra dedim xarab olar. Ona görə dəymədim. Elə bu qabda da qalıb. Sonra belə bir yenə sukulentim var burada. Baxın. Burada da belədir. Belə bir növ də var burada. Bunları belə yığmışam. Bura ehtiyatla götürürəm ki, dağılmasın. Bu da var. Burada leş kaktus da var məndə. Sonra nə var? Belə bir sukulent də var. Baxın. Qəşəngdir. Belə. Burada da çöldədir. Dovşan qulağıdır. Göstərmişdim sizə. Bir qaba əkmişəm ikisini. Sonra orada 3-4 dənə kaktusu əkmişəm. Belə bir qabım da var. Yəni belə yığmışam. Onlar da çöldədirlər. Havalar isinəndə daha çox o tərəflərə də yığacam. Buradakiləri keçirdəcəm çölə. Belə buranı təmizləyirdim. Dedim sizə də çəkim göstərim. Bunların da üçün bir yerə belə əkmişəm. İnşallah kanalıma abunə olarsınız. Videolarımı bəyənməyi unutmayın. Axşam yeni güllərim gələcək. Yəqin ki, sabahlarım onları çəkib sizə paylaşaram. Hələlik sağ olun.